Bugün Cəlilabad rayonunda qətl törədilib. Rayon sakini 1990-cı il təvəllüdlü Vüsal Cəfərov kəsilmiş, deşilmiş xəsarətlərlə xəstəxanaya çatdırılsa da vəfat eləyib. Onun yaxınları 35 yaşlı şəxsin özünün özünə xəsarət yetirdiyini bildiriblər. Lakin polisin keçirdiyi tədbirlərlə Vüsal Cəfərova həyat yoldaşı 32 yaşlı Kəsirə Cəfərovanın bıçaqla xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Qadın şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar aparılır. Bakı şəhər Pirallar rayon icra hakimiyyətinin başçısı Vasif İmanova ağır itki üz verib. Vasif İmanovun bacısı vəfat edib. Onun bugün vəfat etdiyi bildirilir. Allah rəhmət eləsin. Siyəzən rayonu ərazisində minik avtomobilinin aşması nəticəsində 2 nəfər yaralanıb. Hadisə Bakı-Quba yolunun Siyəzən rayonu Yenikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Minik avtomobili idarə etmənin itirilməsi nəticəsində yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.